Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibəti ilə ilk dəfə olaraq 88 stolda eyni vaxtla seans keçirilib. Heydər Əliyev adına meydanda baş tutan 88 şahmat taxtasında seans şəhər icra hakimiyyəti və təhsil idarəsinin dəstəyi Gəncə Şahmat Məktəbinin təşkilatçılığı ilə reallaşıb. Seansa Azərbaycanın tanınmış şahmatçısı Qrosmeyster Vüqar Həşimov dəvət edilib. Seansa başlamazdan əvvəl təşkilatçılar Ulu Öndərin şahmata bəslədiyi xüsusi münasibətdən söz açıblar. Bildirilib ki, məhz bu diqqət və qayğı nəticəsində Azərbaycanın perspektivli yeniyetmə və gənc şahmatçıları üzə çıxıb. Həmçinin o da qeyd olunub ki, bu çox fərəhli haldır ki, Azərbaycan şahmatçıları dünya və Avropa səviyyəsində təşkil olunan oyunlarda böyük uğurlar qazanıblar. Qeyd edək ki, bu haqda məlumatı Gəncə Şahmat Məktəbinin direktoru Asif Həsənov verib. Asif Həsənovun sözlərinə görə rəsmi hissədən sonra seansa start verilib. Vüqar Həşimov, qardaşı, həmçinin meneceri Sərxan Həşimov və Gəncənin ilk qrosmeysteri Vüqar Rəsulovla birgə 6 oyun heç-heçə yekunlaşdırılıb. 82 görüş isə Vüqar Həşimovun komandasının xeyrinə qurtarıb. Sonda təşkilatçılar tərəfindən Vüqar Həşimova üzərində ümummilli lider Heydər Əliyevin şəkli təsvir olunan xalça hədiyyə olundu. Mikail Baba, Gəncə.